sağlamlıqdır. Lakin günümüzdə idmanla təkcə sağlam olmaq üçün yox, həm də gözəl bədən quruluşuna sahib olmaq üçün məşğul olurlar. Təbii ki, bu müəyyən qədər zaman alan bir prosesdir. Lakin bəzi səbirsiz insanlar daha tez nəticə əldə etmək üçün müxtəlif vasitələrə əl atırlar. Bunlardan biri də məhz steroid tipli dərmanlardır. Steroid istifadəsi son illərdə həm idman mühitində, həm də estetik məqsədlərlə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bu mövzuda həm həkimlərin, həm də məşqçilərin fikirləri olduqca önəmlidir. Həkimin sözlərinə görə steroidlər bir neçə qrupa bölünür. Bu cür dərmanların nəzarətsiz istifadəsi isə ciddi mənfi təsirlərə səbəb ola bilər. Bəziləri steroid tərkibli və yaxud da anabolik steroid dediyimiz, bəziləri hormonal tərkibli, məsələn, daha çox testosteron qrupları, bəziləri antiestrogen dediyimiz qruplar. Bunların bir çoxusu bədəndəki hormonal balansı pozur. Hormonal qrup olan, özellikle kişi hormonları, androgenlər dediyimiz testosteron qrup preparatları isə, bəli, sonsuzluğa səbəb ola bilər, sperma zəifliyinə səbəb ola bilər, gələcəkdə uşaq olmasında çətinlik çəkə bilər. Daha çox qadınlarda eyni kişi tip əzələ quruluşu, kişi tip iskelet quruluşu, kişi tip sümük inkişafı kimi hallar yaşanır. Digər mənfi təsirlərdən biri ginekamastiyadır. Yəni kişilərdə bəzən qadın tipli süd bəzi böyüməsi və ya şişkinliyi yaşanır. Təzyiqin qalxması bəzi xəstələrdə yaşana bilir. Endokrinoloq onda qeyd edir ki, steroidlər yalnız tibbi göstəriş olduqda və mütəxəssis nəzarəti ilə istifadə edilməlidir. İnsanlar sadəcə bunu peşəkar olmadan, sadəcə həvəskar bir insan kimi, dediyimiz kimi zala getdiyi zaman, qısa zamanda nəsə nəticə əldə etmək üçün digərlərinə baxaraq, görünür ki, peşəkarlara və ya digərlərinə və ya məşqçilərinə baxaraq, qısa zamanda nəsə böyük nəticə əldə etmək üçün bunu etmələri heç uyğun deyil. Bəzi qruplar var ki, onlar istifadə oluna bilər. Bunların amin turşu qrupları, məsələn, protein tozları, bəzən kreatin istifadəsi və ya bəzən L-karnitin istifadəsi bu cür zala getməzdən qabaq mütləq bir müayinədən keçmələri lazımdır. Yaşını, çəkisini, digər antropoloji parametrləri baxaraq ondan sonra uyğun qərar verilməlidir ki, hansı əlavələrdən istifadə edə bilər və yaxud da hansı zamanda nə qədər çəki alması daha uyğundur. Məşqçilər də sağlam və təbii şəkildə formaya düşməyin daha doğru olduğunu bildirirlər. Ən birinci növbədə düzgün qidalanma və düzgün trenerlərin yanında məşq etsinlər. Ən birinci düzgün qidalanma vasitəsilə düzgün proteinlər qəbul etsinlər, amma qida vasitələri üçün. Nizamlı, intizamlı da məşqlərdə davam etsinlər və davamlı gəlsinlər. Ən azından həftədə 3-4 arası fitnesslə məşğul olsunlar. Genetika burada biraz çox önəm daşıyır, genetika. Məsələn, 3-6 ay müddətində müəyyən qədər bədən forması əldə edə bilər. Bəs xanımlarda? Xanımlarda da bəzən bunlar dəyişir, 4-5 ay müddətində. Yenə də burada genetika çox vacib olan bir şeydir. Yenə də burada ən azından düzgün qidalanma birinci növbədədir. Bir də ikinci də düzgün məşq proqramı. Nəticə etibarilə həm həkim, həm də məşqçi steroid istifadəsinə ehtiyatla yanaşmağı və mümkün olduqda təbii yollarla inkişaf etməyi tövsiyə edir. Xanım Cavanşir qızı Pərviz Allahverdiyev, Daşqın Məmmədov, RTV.